Astrologiya artıq qanımdadır. Astrologiyanın tam olaraq nə olduğunu hələ də bilmirəm. Biz astrologiyanın köməyi ilə həyatımızı yeni pilləyə qaldıra bilərik. Astrologiya ilk növbədə enerjiləri öyrənən bir elmdir. Uşaq dünyaya gələndə o ilk dəfə nəfəs alır. O ilk nəfəsi ilə həmin anın enerjisini içinə çəkir. Günəş bürcü, ay fərqli bürcü şeylərdir. Günəş bürcü indi biz hamımız bürc adlandırırıq. Hamı deyir, məsələn, sən nə bürcündənsən deyir, filan bürcdən. Bu günəş bürcüdür. Bizim doğum günümüz, ayımız, ilimiz bizim həyatımızı kodlaşdırır, belə deyə bilərik. Proqramlaşdırır. Allah Taala heç kimi yoxsul yaratmır. Mən nə vaxt ailə quracağam və ya nə vaxt varlanacağam. Mən deyirəm istədiyiniz vaxt. İnsan öz qismətinə, taleyinə, alın yazısına təsir göstərə bilər. Və bu mənim bəxtim belədir. Bu biraz belə deyək də tənbəllikdir. Yəni insan durub hərəkət eləmək istəmir. Çarəsizlik, hər şeyin çarəsi var. Qurban bilinci çox gözəl bəli ifadədir. Qurban bilincidir. Nərmin, 30 illik təcrübəni paylaşmaq üçün təlim keçirmək istəyirsən. Hər bir insan təlimə qatıla bilər. Hər bir insan astrologiyanı öyrənə bilər. Astroloq olmaq üçün hansı səbəblər var? Birincisi insan astrologiyanı biləndə, bax hər problem olanda astroloqa müraciət etməyə bilər, amma astrologiyanın sirlərini istifadə edərək öz problemlərini çözə bilər. Uşaqlarını düzgün yönləndirə bilər, yoldaşını lazımdırsa düzgün yönləndirə bilər, maliyyə filan mövzularında. İnsan öz doğum xəritəsini bilərək öz potensialını da bilir, proqnozlarını da bilir və öz həyatını tənzimləyə bilir. Öz həyatının potensialından maksimumu götürə bilir.